Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trumpla dünyanın ən zəngin adamı Elon Musk arasındakı münasibətlər strateji yaxınlıqdan şəxsi qarşıdurmaya çevrilib. Vaxtilə Ağ Ev rəhbərinin komandasına dəvət olunan, oranı öz evi kimi sahiblənən Musk indi ağlını itirmiş adlandırılır. Donald Trump onun dəlillik hesab etdiyi davranışlarla narkotik vasitə istifadəsi ilə əlaqələndirir. Bir müddətdir qorunan sükunətin ardınca səsləndirilən ittihamlarsa qarşılıqlıdır. Elon Musk da X sosial şəbəkə hesabında insanları Trump'ın impeachmentinə çağırır. Eyni zamanda bu platformada Amerikada yeni siyasi partiyanın yaradılması ilə bağlı sorğu yerləşdirərək Trump administrasiyasını bir sıra məsələlərdə ittiham edir. Tərəflər arasındakı açıq söz savaşı isə sadəcə iki şəxsin bəsit ego toqquşması deyil. Bu həm də bölgədə böyük oyunların, şəxsi maraqların və güc balansının qarşılaşmasıdır. İndi bir çox konspirasiya nəzəriyyələri, yəni məqsədli şəkildə həyata keçirilən hadisələrlə bağlı fikirlər dolaşmaqdadır və mümkündür ki, bütün bunlar sadəcə tamaşa olsun. Yəni baş verənlər Trump'a yönələn tənqidlərin qarşısını almaq, medianın onun Rusiya-Ukrayna münaqişəsində vasitəçilik fəaliyyəti, Prezident Putinlə münasibətləri və Amerika Birləşmiş Ştatları iqtisadiyyatını idarə etməsi kimi məsələlərdən yayındırılması üçün də düşünülmüş ola bilər. Amma bunu yalnız zaman göstərəcək. Trump və Musk'ın yaxın münasibəti ötən ilin iyulunda prezident seçkiləri ərəfəsində hazırlanan sui-qəsd cəhdindən sonra başlayıb. Bu müddət ərzində SpaceX şirkəti NASA ilə çox milyardlıq müqavilələri bağladı. Musk isə öz növbəsində Trump'ın bəzi siyasi qərarlarını dəstəklədi. Kosmik kontraktlar və seçki ərəfəsində dəstək axtarışı tərəfləri asılı hala saldı. Bu ilin mayında isə Amerikalı sahibkarın vergi və xərclər haqqında qanun layihəsini iyrənc adlandırmasından sonra əlaqələr pozulur. Bu tənqiddən bir gün sonra o Ağ Evi tərk edir. Hazırda Trump onu dəstəkləmədiyi üçün Musk'ı ittiham edir. Qarşılığında isə Ağ Ev lideri qeyri-sabit maliyyə siyasətində günahlandırılır. Tənqidlərdən sonra elektrik avtomobil şirkəti Tesla'nın səhmləri 14%-dən çox dəyər itirib. Bu qarşıdurma hər iki tərəfin imicinə fərqli təsir edir. Bir yandan Trump medianın diqqətini arzuladığı kimi üzərinə çəkir. Digər tərəfdənsə Musk güclü siyasi fiqurun təzyiqinə məruz qalan qurban imici yaradır ki, auditoriyası onu haqlı qəbul etsin. Son nəticədə artıq respublikaçılar arasında Trump və ya ki Elon Musk kimə seçim edək? Bununla bağlı suallar ola bilər. Çünki Trump daha çox qoca nəslin nümayəndəsidir. Buna Amerika Birləşmiş Ştatlarında da qoca nəslin siyasətçisi adlandırırlar. Elon Musk isə daha gəncdir. Onu da dəstəkləyən xeyli imkanlı, varlı insanlar var. Ona görə də bu günləri bu qarşı durma maraqla izlənsə də son nəticədə ümumiyyətlə respublikaçıların dayaqlarını zəiflədir. Elon Musk X sosial şəbəkə hesabındakı paylaşımları ilə ictimai fikrə ciddi təsir edə biləcək bir güc olduğunu nümayiş etdirir. Eyni zamanda Donald Trump'la danışıq aparmağa cəhd göstərir. Ağ Ev lideri isə hələlik münasibətlərin belə gərgin olduğu dövrdə Amerikalı sahibkarla danışmağa hazır olmadığını bildirir.